Aha, gəldik dərsimizə. Deməli, uşaqlar, bugün biz sizlə keçirik çoxalma və ontogenezi. Ümumiyyətcə, çoxalma nədir? Çoxalma ki, biz yadımıza gəlir, ilin əvvəlində sizlə canlıya xas olan xüsusiyyətləri keçdik və dedik ki, canlıya xas olan xüsusiyyətlərdən biri də nədir? Çoxalmadır. Çoxalma nə idi uşaqlar? Məsələn, deyirik ki, hər bir canlı özünə oxşar nəsil törədir və irsi xüsusiyyətlərin nəsildən nəslə ötürülməsi. Nə oldu çoxalma? Hər bir canlının özünə oxşar nəsil törətməsi və irsi xüsusiyyətlərin nəsildən nəslə ötürülməsi və çoxalma nəticəsində canlılar həyat deyirik ki, fasiləsiz olaraq həyatın fasiləsiz davamlı inkişafını təmin edir çoxalma. Və canlılarda çoxalma 3 səviyyəsində gedir. Birinci gəlir hansı səviyyə uşaqlar? Molekul səviyyə. Molekulyar səviyyə, məsələn, biz canlı orqanizm quruluş səviyyəsini keçəndə molekulyar səviyyə nə idi? DNT, RNT, polisaxarid. Deməli, molekul səviyyəsində çoxalma necə baş verir? DNT-nin ikiləşməsi, yəni reduplikasiyası. Bunu da DNT-nin ikiləşməsini keçmişik. Köhnə zəncir qırılır, qırılmış zəncirlər qarşısında komplementarlıq prinsipi əsasında yeni zəncir yaranır. Gəldik orqanoid səviyyəsində çoxalma. Bunu da histologiyanı keçəndə orada qeyd etmişik. Dedik ki, bəzi orqanoidlərdə, məsələn, mitoxondri və plastidlərdə, bunların tərkibində DNT olduğu üçün, DNT-yə malik olduqları üçün, DNT-nin ikiləşməsi hesabına həmin bu orqanoidlər, yəni mitoxondri və plastidlər ikiyə bölünmə yolu ilə nə edirlər? Çoxala bilirlər. Gəldik nəhayət hüceyrə səviyyəsində çoxalma, 3-cü səviyyə. Hüceyrə səviyyəsində çoxalma biz prokaryot canlılarda, yəni bakteriyalarda sadəcə ikiyə bölünmə, uşaqlar biz bilirik, bakteriyaların çoxalması necə gedir? 20-30 dəqiqədən bir sadəcə ikiyə bölünürlər. Amma eukaryot canlılarda mitoz, meyoz və amitoz bölünmə deyəcəyik. Bir şeyi yadınızda saxlayın. Qeyd kimi bakteriyalarda mitoz, meyoz bölünmə nədir uşaqlar? Yoxdur. Prokaryot canlılarda mitoz, meyoz bölünməyə rast gəlinmirik. Və sizə düşsə ki, ilk dəfə canlılarda hansı belə deyək ki, bölünmə üsulu, hansı çoxalma üsulu yaranmışdı? Deyəsiniz ki, sadə bölünmə ilə çoxalma. Niyə? Çünki yer üzərində yaranan ilk canlılar nələr olub uşaqlar? Yer üzərində yaranan ilk canlılar bakteriyalar olub, prokaryotlar olub. Onlar da necə bölünmə yolu ilə, necə çoxalıblar? Sadə bölünmə yolu ilə çoxalıblar. Deməli, yer üzərində yaranan ilk çoxalma forması hansı olub uşaqlar? Sadə bölünmə yolu ilə çoxalma götürəsiniz. Və gəlirik nəyə? Hüceyrə siklı. Gəlin bu anlayışla tanış olaq. Nədir? Yəni, hüceyrə yaranandan ölənə qədər olan dövr ərzində hüceyrədə baş verən dövrü proseslər. Hüceyrə yaranandan ölənə qədər onda hansı dövrü proseslər baş verir? Böyümə baş verir, inkişaf baş verir, çoxalma baş verir. Bunlara nə deyəcəyik? Sikl deyəcəyik. Və biz deyirik ki, müxtəlif hüceyrələrdə siklın müddəti müxtəlif olur. Hətta eyni bir orqanizmin, məsələn bizim eyni bir orqanizmin müxtəlif hüceyrələrində siklın müddəti fərqli olur. Məsələn, bizim epiteli hüceyrəmizdə, epiteli bilirsiniz də uşaqlar, məsəl üçün çox qatlı epiteli dəri hüceyrəsi götürə bilərik. Sikl 10-15 dəqiqədir. Qaraciyər hüceyrəsində 1 ilə qədər davam edir. Dəri və bağırsaq hüceyrələrinin sikl müddəti 2-3 gündən 2-3 həftəyə qədər olur. Amma sinir hüceyrələrində biz embrional devir bitdikdən sonra bilirsiniz də, embrional devir doğulana qədər ki, mayalanma anından doğulana qədər ki olan devirdir. Embrional devir bitdikdən sonra orqanizmin həyatı boyunca sinir hüceyrələri əvəz olunmur. Yəni, onlar bölünmür və orqanizmlə də birgə neynirlər? Məhv olurlar. Gələk indi nəyə? Sikl özü 2 hissədən, hüceyrənin sikl özü 2 hissədən ibarətdir. Bölünmə və 2 bölünmə arasında olan müddət, yəni interfazadan. Deməli, sikl özü nədən ibarətdir? Hüceyrənin bölünməsindən və 2 bölünmə arasında olan müddətdən interfazadan. İnterfaza nədir? 2 bölünmə arasındakı
mərhələdir. Yəni hüceyrə bölünmədən əvvəl yadınızda saxlayın. Hər hansı bir hüceyrə bölünmədən əvvəl birinci interfaza keçirir. Baxın, interfaza keçirir, sonra bölünür. Bölünəndən sonra məsələn, yenə bax tutaq ki, bu hüceyrədir. Əvvəlcə interfaza keçirir, sonra bölünür. Bu bölünən hüceyrə yenidən bölünməyə daxil olmazdan əvvəl interfaza keçirir, sonra bölünür. Sonra yenə interfaza keçirir, sonra bölünür. Deməli, interfaza nə oldu? İki bölünmə arasındakı mərhələyə nə deyirik? İnterfaza. Hüceyrə bölünməzdən əvvəl mütləq interfaza keçirib sonra bölünməlidir. İnterfaza nə deməkdir? İnterfaza bölünməyə hazırlıq deməkdir. Yəni, interfaza mərhələsində hüceyrə bölünməyə hazırlıq keçirir, sonra bölünür. Əmələ gələn o bölünmə nəticəsində əmələ gələn hüceyrələr, bunlar da sonra bölünməlidir da, düzdürmü? Onlar da başlayacaq, interfaza keçirir, bölünür. Yenə əmələ gələn yeni hüceyrələr interfaza keçirir, bölünür. Bax, bu cür gedir. İnter arasında fazis nə deməkdir uşaqlar? Meydana gəlmə deməkdir. Və biz deyirik ki, interfaza mərhələsində nə baş verir? İnterfaza mərhələsində assimilasiya, dissimilasiya. Assimilasiya bilirsiniz nədir? Nədir uşaqlar assimilasiya? Kömək eləyin görün mənə. Keçən dərs keçmişik. Sadə maddələr parçalanma. Yox, parçalanma yox. Bəli, sadə molekullu. Sintez olunma. Bəli, sintez olunma. Sadə molekullu birləşmələrdən mürəkkəb üzvü molekullu birləşmələrin sintezi assimilasiya. Dissimilasiya isə iri molekullu birləşmələrin sadə molekullu birləşmələrə parçalanması. Deməli, interfazada assimilasiya, dissimilasiya hər ikisi baş verir. İnterfazada hüceyrə sürətlə böyüyür. Hüceyrə orqanoidlərinin miqdarı artır. Hansı ki, düzdür. Mitoxondr və plastidlər, biz bayaq çoxalmanın səviyyələrini deyəndə dedik, birinci molekulyar səviyyədə çoxalma, sonra orqanoid. Onlar orqanoid səviyyəsində də çoxalır. Həmçinin biz interfazanın özünün mərhələlərini keçəcəyik. Presintetik, sintetik, postsintetik. İnterfazanın sonuncu mərhələsi postsintetik mərhələdə də yenə xloroplast və mitoxondrlərin miqdarı artır. İnterfazada DNT-nin ikiləşməsi baş verir. Özdə interfazanın sintetik mərhələsində bunu da keçəcəyik. Bir də ATF-in sintezi nəticəsində enerji ehtiyat halında saxlanılır. İnterfaza özü 3 mərhələdən ibarətdir uşaqlar. Hansılardır bunlar? Presintetik, sintetik və postsintetik mərhələ. Presintetik mərhələ G1 gap interval deməkdir. Presintetik mərhələdə nə baş verir? Bu mərhələdə zulallar sintez olunur, RNT sintez olunur. Bir də DNT-nin sintezində iştirak edən fermentlərin aktivliyi artır. DNT sintez olunur demirik. Fikir verin necə dedim. RNT sintez olundu. Presintetikdə nə dedim uşaqlar? RNT sintez olundu. Zulallar sintez olundu. Bir də DNT-nin sintezində iştirak edən fermentlərin aktivliyi artdı. Hələ ki DNT sintez olunmadı. Gəldi indi nəyə? Gəldi indi sintetik mərhələ. Sintetik mərhələdə DNT ikiləşir. Xromosomlar 2 xromatidli olurlar. İndi deyəcəm o nə deməkdir. DNT ikiləşir. DNT-nin ikiləşməsi hesabına xromosomların xromatidləri ikiləşir, amma xromosomun özünün sayı dəyişmir. Olduğu kimi qalır. Presintetik mərhələdə biz xromosom xromatid dəstini 2N, 2C, hətta DNT-ni də yazsam 2D yazacam. 2N xromosomdur, 2C xromatiddir, 2D DNT molekullarının sayıdır. Sintetik mərhələdə dedik ki, DNT ikiləşdi. DNT ikiləşdirsə, DNT 2D-dən qalxacaq nəyə? 4D-yə. DNT ikiləşəndə xromatid də ikiləşir, o da olur 4C. Amma xromosom sayı dəyişmir, olduğu kimi qalır. Gəldik postsintetik mərhələ. Postsintetik mərhələ deyirik ki, belə deyək ki, bölünmə vətərlərini burada nələr baş verir? Burada hüceyrədə ATF toplanır,
bayaq dedim, mitoxondri və plastidlərin miqdarı çoxalır və bu mərhələdə bölünmə vətənlərinin yaranması üçün bölünmə vətənləri yadımıza gəlir uşaqlar. Biz hüceyrə mərkəzi keçmişdik, sentriollar. Sentriolun funksiyasını keçəndə nə dedik? Dedik, sentriollar bölünmə vətənlərinin əmələ gəlməsində iştirak edərək çoxalmada iştirak edir. Deməli, bölünmə vətənlərinin yaranması üçün lazım olan zulallar postsintetikdə sintez olunur. Bölünmə vətəri əmələ gəlmir, ha. Necə ki, burada dedim, DNT sintez olunmur. Məsəl üçün, DNT sintetikdə sintez olunurdu. Burada sadəcə, axı bu DNT-nin sintezi üçün müəyyən fermentlər lazım idi. Buradakı DNT-nin sintezi üçün lazım olan fermentlərin aktivliyi harda atırdı? Presintetikdə. Burada da bölünmə vətərləri yaranmır. Sadəcə bölünmə vətərlərinin yaranması üçün nə lazımdır? Zulallar lazımdır. Həmin bu bölünmə vətərlərinin yaranması üçün lazım olan zulallar sintez olunur. Harda? Postsintetik mərhələdə. İndi gələk nəyə, uşaqlar? Gələk mitoz bölünməyə. Mitoz bölünmə nə deməkdir? Mitoz sap del deməkdir və tərifi deyəndə necə deyirik? Bir ana hüceyrədən onunla eyni xromosom sayına malik olan iki qız hüceyrənin yaranması ilə gedən bölünmə nə adlanır? Mitoz bölünmə adlanır. Və mitoz bölünmə nəticəsində biz deyirik ki, məsələn, bir hüceyrəli heyvanlarda amöbdür, infizor tərlikdir, evqlenadır. Bunlarda mitoz bölünmə gedəndə say artır. Yəni, bir hüceyrəli heyvanlarda mitoz bölünmə çoxalmaya xidmət edir. Məsələn, amöb mitoz bölünəndə bir amöbdən iki amöb yaranır, evqlenada belədir, volvoxda belədir, infizor tərlikdə belədir. Amma çox hüceyrəli orqanizmlərdən, məsələn, bizim somatik hüceyrələrimiz mitoz yolla bölünür və somatik hüceyrələrimizin bölünməsi nəticəsində biz böyüyürük, inkişaf edirik və yaxud da ki, əlimizin dərsi kəsilir. Somatik hüceyrələrimizdə gedən mitoz bölünmə nəticəsində regenerasiya prosesi baş verir və köhnə hüceyrələr yeni hüceyrələrlə əvəz olunaraq dərinin kəsilmiş hissəsi bərpa olunur, yaralarımız sağalır, belə deyək. Mitozun mərhələləri. Mitoz özü 4 mərhələdən ibarətdir. Profaza, metafaza və yaxud da ki, 4 fazadan ibarətdir. Profaza, metafaza, anafaza və telofazadan ibarətdir deyəcəyik. Mitoz 4 mərhələdə gedir. Profaza, metafaza, anafaza və yaxud 4 fazadan ibarətdir. Profaza, metafaza, anafaza və telofaza. Baxın bu şəkilə, uşaqlar. İndi bu şəkil üzrə sizə izah edirəm. Bu kvadrat hüceyrədir. Kvadrat nə oldu uşaqlar? Sualıma cavab verin. Kvadrat nəyi göstərir? Hüceyrə. Bax, bu dairə nüvədir. Bu dairə nədir uşaqlar? Nüvədir. Nüvə. Bu nöqtə nüvəcikdir. Nöqtə nədir uşaqlar? Nüvəcikdir. Bu sentriolda, hansı ki histologiyada orqanoidləri keçəndə keçmişdik, hüceyrə mərkəzi. Bu da hüceyrə mərkəzidir, sentrioldur. Deməli, dairə nə oldu uşaqlar? Hüceyrədir. Bu nüvədir, bu nüvəcikdir, bu sentrioldur. Bunlar da xromosomlardır. Uşaqlar, indi bu şəkildə elə bir canlı verilib ki, ümumiyyətcə bir şey də yadınızda saxlayın. Somatik hüceyrədə xromosom sayı diploid olur. Diploid K, haploid N. Uşaqlar, insanın K-ni neçədir? Məsələn, bizim somatik hüceyrəmizdə neçə dənə xromosom var? 46 müəllimə. Bəs haploid xromosomumuz nə qədərdir? K-nimiz 46, N-imiz 23. 23 müəllimə, 23. Amma indi şəkildə bizə elə canlı verilib ki, həmin bu canlının diploid xromosom sayı, yəni K-ni neçə kimi verib uşaqlar sizə? 2 dənə xromosom kimi göstərib. Bu niyə yazmadı? Bircə dəqiqə. Vay, PDF-dir. Görün, bu hara getdi? Qoy mitoz meyozu təzdən çıxardım. Aha. Qoy açılsın təzdən uşaqlar. Baxaq bura. Deməli, buradan izah edirdim, hə. Kənan, mənim balam, bu canlının 2N-də, yəni 2N somatik hüceyrədir. Onu da yadınızda saxlayın. 2N somatik hüceyrədir. N qametdir, cinsiyyət hüceyrəsidir. Məsələn, bizim bədən hüceyrə, somatik bədən deməkdir.
bədən hüceyrəmizi K-lə götürürük. Amma cinsiyyət hüceyrəmizi, qadında cinsiyyət hüceyrəsi yumurta hüceyrədir, kişidə də cinsiyyət hüceyrəsi spermatozoid hüceyrədir. Onlarda N götürürük. İndi fikir verin. Bu canlının, məsələn, bizə indi burada rahat izah olunsun deyə, bu canlının somatik hüceyrəsində K-nində neçə, bax bu da xromosomlardır uşaqlar. Neçə dənə xromosom görürsünüz burada? 2 dənə. Tutaq bizə elə bir canlı verilib ki, həmin canlının 2-ni nəyə bərabərdir uşaqlar? 2-yə bərabərdir. 2 dənə xromosomu var. İnsan olsa bu xəttdən neçədən olacaqdı ay Kənan? İnsanın K-ni neçədir mənim balam? 46. Ay sağ ol, 46 olacaqdı. Məsələn, drozofil milçəyində 8 dənə xromosom var. Bu drozofil milçəyini versə bundan 8 dənə olacaqdı. İndi baxırıq. Uşaqlar, bax bu həm xromosomdur, həm xromatiddir. Həm xromosom, həm xromatiddir. Bax, burada görürsünüz ki, bir xromosomun bir dənə xromatidi var. İndi burada neçə dənə xromosom görürsünüz? 2 dənə. Neçə dənə xromatid görürsünüz? 2 dənə. Düzdürmü? İndi keçək bura. Biz interfazanın bu əvvəlidir. Hansı mərhələsidir? Presintetik mərhələdir. K-n 2C, hətta DNT-ni də 2D götürəcəyik. Bax, DNT-ni də yazıram yanına. Biz dedik ki, interfazanın sintetik mərhələsində DNT kiləşir. DNT kiləşəndə xromatid də kiləşir. Fikir verin, əvvəl burada bir xromosomun bir dənə xromatidi var idi. Amma burada xromosomun xromatid sayı nədir? Artdı. Bax, bu 1 xromatid, bu 2 xromatid. Amma yenə bu 1 xromosom sayılır. Sadəcə burada 1 xromatidli xromosomuydu. Amma burada 2 xromatidli xromosomdur. Kənan, yenə burada neçə dənə xromosom görürsən mənim balam? Xromosom sayı neçə dənədir? 4 dənə. Yox, xanım mənim balam. Bax, bu 1 xromosomdur, bu da 1 Hə, 2 dənə. Amma neçə dənə xromatid görürsən? Hər xromosomda neçə dənə xromatid var? Bax, bu 1 2 xromatid. dənə. Ay, sağ ol. Cəmi neçə dənə xromatid görürsən orada? 4. Ay, sağ ol. Xromatid sayı 2 dəfə nədir? 2 dəfə nədir? Artdı. Artdı, ay, sağ ol. Burada hər xromosomun 1 xromatidi var. Bax, bu özü 1 dənə xromosom, 1 dənə də xromatid. Bu da 1 xromosom, elə 1 xromatid. Cəmi 2 xromosom, 2 xromatid. Amma burada fikir verin, bax, bu 1 xromosomdur. Amma 2 xromatidi var. Bu da 1 xromosomdur. Bunun da 2 xromatidi var. Ümumi 2 dənə xromosom görürük. Amma xromatid 2 dəfə artdı. Yəni, məsəl üçün, insan olsaydı, xromatid neçə olacaqdı? Xromosom 46 olacaqdı. Xromatid neçə olacaqdı uşaqlar? 92 olacaqdı. Düzdürmü? Yəni, xromosom sayı olduğu kimi qaldı 2, amma xromatid 2 dəfə qalxdı. 2C-dən oldu 4C. Düzdür uşaqlar? Gəldik indi nəyə? Bu interfazada baş verən. Gəlirik indi mitoz bölünməyə. Bax, artıq buradan, bax, bu xətt çəkdiyimdən bu yana mitoz bölünmədir. Mitoz bölünmənin birinci mərhələsi adlanır profaza. Profaza mərhələsində nə baş verir? Xromosomların spiralları qısalır, yoğunlaşır, nüvə membranı, ikiləşmiş sentriollar qütblərə çəkilir. Hətta burada göstərilməyib, qütblərə çəkilmiş sentriollar arasında bölünmə, bax bu xəttlər bölünmə vətərləridir. Bölünmə vətərləri əmələ gəlməyə başlayır. Uşaqlar, bölünmə vətərinin əmələ gəlməsi üçün lazım olan zulal harda sintez olunurdu? İnterfazanın postsintetik mərhələsində. Amma bölünmə vətərləri əmələ gəlməyə başladı harda? Profazada. Bir dənə onu qeyd edeyim ki, fikir verin, sentriolun özü də ikiləşir interfazada, sintetik mərhələdə. Bax, bu baş verir sintetik mərhələdə. İkiləşmiş sentriol qütblərə çəkilir harda? Profazada. Qütblərə çəkilmiş bu sentriollar arasında bölünmə vətərləri əmələ gəlir harda? Profazada. Nüvə membranı həll olmağa başlayır harda? Profazada. Nüvə membranı həll olur tamamilə, nüvəcik itir harda? Profazada. Baxırıq, profazada yenə neçə dənə xromosom götürürük? 2. 2 dənə xromosomu biz nə ilə işarə eləmişdik? K-lə. Xromatid 4C, DNT də yenə 4D deyəcəyik. Sonra gəlir metafazada. Metafazada bölünmə vətərləri artıq tam formalaşır. Bölünmə vətərləri əmələ gəlməyə başladı profazada.
tam formalaşır harda? Metafazada. Və burada xromosomlar özdə bir cərgədə fikir verin. Homoloji xromosomlar ekvator səthi boyunca bir cərgədə düzülür və hər xromosomun sentromerinə. Sentromer nə deməkdir uşaqlar? Bax, bu bir xromatid, bu da digər xromatid. İki dənə xromatitin bir-birinə birləşdiyi hissəyə nə deyirik biz? Sentromer deyirik. Deyəcəyik ki, metafazada xromosomlar, homoloji xromosomlar fikir verin bir cərgədə. Bax, bu cümləni də unutmuruq. Bir cərgədə ekvator səthi boyunca düzülür və xromosomların sentromerinə, yəni onların mərkəzinə hər qütbdən bir dənə bölünmə vətəri birləşir. Yəni fikir verin burada, bir xromosomun sentromerinə bir dənə, məsəl üçün fikir verin bura. Bura bir dənə gəlib, yuxarıdan bölünmə vətəri birləşib. Bir dənə aşağıdan bölünmə vətəri birləşib. Buna da həmçinin bir dənə yuxarıdan bölünmə vətəri birləşir. Bir dənə də aşağıdan bölünmə vətəri birləşir. Yəni bir xromosoma neçə dənə bölünmə vətəri birləşir uşaqlar burada? 2 dənə bölünmə vətəri birləşir bir xromosoma. Biri aşağıdan, biri yuxarıdan. Məsələn, burada 2 dənə xromosom var. 2 dənə xromosoma cəmi neçə dənə bölünmə vətəri birləşib? 4 dənə. Uşaqlar, indi insan olsa burada neçə dənə xromosom olacaqdı? 46 dənə xromosom. 46 dənə xromosoma neçə dənə bölünmə vətəri birləşəcəkdi Kənan? Əgər insan olsaydı, insanda bu 46 xromosom deyirik. Hə Kənan? Kənan, burada... Onda 4-ə vuracaqdıq da. 4-ə niyə vurursan ay Kənan? Bir xromosoma neçə dənə bölünmə vətəri birləşir mənim balam? Kənan. 2 dənə. Ay sağ ol. Bir xromosoma 2. Bax mənim balam, bir xromosoma bir dənə yuxarıdan gəlib bölünmə vətəri birləşir. Bir dənə də aşağıdan. Bir xromosoma neçə dənə bölünmə vətəri birləşdi Kənan? 2 dənə. Ay sağ ol. Burada 2 xromosoma bəli 4 bölünmə vətəri birləşib. Mən dedim insan olsa, insanın 46 dənə xromosomu var. Onda 46 xromosoma neçə bölünmə vətəri birləşəcəkdi mənim balam? Onda 2-yə vuracaqdıq. Ay sağ ol, 2-yə vuracaqdıq, olacaqdı 92 bölünmə vətəri. Əla. Yəni, burada da yenə xromosom sayı görürsünüz, 2 dənə xromosom olduğu kimi qalıb. Xromatid 4 dənədir, bax, 1, 2, 3, 4 dənə də xromatid var. DNT də yenə 4 olaraq qalır. Bölünmə və dedik, metafazada nə baş verdi? Bir də deyək. Metafazada xromosomlar bir cərgədə, homoloji xromosomlar ekvator səthi boyunca düzüldü. Xromosoma hər qütbdən bir dənə bölünmə vətəri birləşdi. Yəni, bir xromosoma 2 dənə bölünmə vətəri birləşir və artıq burada bölünmə vətərinin formalaşması tam başa çatır. Sonda gəlir anafaza. Anafazada nə baş verir uşaqlar? Anafazada bölünmə vətərləri qütblərə çəkilməyə başlayır. Uşaqlar, qütbə çəkilirsə fikir verin, bölünmə vətəri neynir burada? Qısalır. Şəkilə diqqət yetirin. Bölünmə vətərləri başlayır neynəməyə? Qısalmağa. Niyə? Çünki bölünmə vətərləri qütbə çəkilir. Bax, bayaq dedik ki, uşaqlar, bax, bu bir xromatid, bu 2 xromatid. Düzdürmü? Bu da sentromer. Tutaq, bu sentromerə buradan bir bölünmə vətəri birləşib, buna da buradan bölünmə vətəri. Bu bölünmə vətərləri dartınanda bu xromatidlər bir-birindən neyniyəcək? Ayrılacaq. Baxın, xromatidlər bir-birindən ayrılaraq, xromatidlər bir-birindən birləşdiyi hissəyə nə demişdik? Bax, bu bir xromatid, bu da digər xromatid. 2 xromatidin birləşdiyi hissəyə sentromer demişdik. Və bölünmə vətərləri də bu sentromerə birləşirdi. Bölünmə vətəri dartınanda sentromer hissədən xromatidlər bir-birindən ayrılır və qütblərə çəkilir. Və bu andan etibarən qütbə çəkilmiş hər bir xromatidə biz həm də nə deyəcəyik uşaqlar? Xromosom deyəcəyik. Qütblərə çəkilmiş xromatid xromosom sayılır. Onda burada neçə dənə xromatid görürsünüz? 1, 2, 3, 4. Deməli, xromosom da neçədən olacaq? 4. DNT də neçədən olacaq? 4. Deməli, xromosom sayı anafazada 2 dəfə neynədir? Artdı. Burada 2 dənə xromosomdur, amma burada 4 dənə xromosom. Sadəcə buradakı xromosomlar 2 xromatidlidir. Amma buradakı xromosom nədir yenə?
bir xromatitli xromosomdur. Biz dedik ki, anafazada bölünmə vətənləri qütblərə çəkilir və bu zaman xromatitlər bir-birindən ayrılaraq qütblərə çəkilir və qütbə çəkilmiş hər bir xromatit özü bir sərbəst xromosoma neynir? Çevrilir deyəcəyik. Və bu andan etibarən biz deyəcəyik ki, xromosom sayı 2 dəfə artıb, xromatit sayına bərabər olur. Sonda anafazadan sonda gəlir nə uşaqlar? Telofaza mərhələsi. Telofaza mərhələsində biz deyəcəyik ki, əvvəlcə qütbə çəkilmiş həmin bu xromatitlərin spiralları açılır. Bax, fikir verin, xromatitlərin spiralları açılır. Onların ətrafında nüvə pərdəsi əmələ gəlir. Nüvəcik bərpa olunur. Birinci nüvə bölünür. Yəni karyokinez. Nüvənin bölünməsinə karyokinez deyirik. Sonda isə sitoplazma bölünür. Sitoplazma bölünəndə də 2 dənə hüceyrə yaranır. Elə bil, bax, belə ortadan bölündü. Uşaqlar, hər hüceyrənin, görürsünüz, nüvə pərdəsi əmələ gəldi, nüvəcik bərpa olundu, nüvə bölündü, sonda sitoplazma bölündü. İndi baxın, uşaqlar, yaranan hər bir hüceyrənin içərisində neçə dənə xromosom görürsünüz? 2 dənə. Xromatit neçə dənə görürsünüz? 2 dənə. Deməli, DNT də 2 dənə olacaq. K2C 2-dir. K2C 2-dir. İndi nəyə diqqət yetirək? Baxın, uşaqlar, bura fikir verin. Mitoza nə ilə girdi? Mitoza girəndə nə götürdük? K, 2C, 4D. Daha doğrusu K, 4C, 4D ilə daxil oldu. Mitoz bölünmə dedim buradan bu yana. Bura interfazadır, o heç. Mitoz bölünməyə daxil olan deyəndə buradan bu yana götürürük. Mitoza nə ilə daxil oldu? K, 4C, 4D ilə. Çünki interfazada xromatit və DNT-si 2 dəfə artmışdı. Mitozun sonunda nə yarandı? K, 2C, 2-dir. Qoy bunu indi buradan slayd açım. Deməli, mitoza daxil olan hüceyrəni nə götürdük uşaqlar? 2, 4C, 4D. Mitoz nəticəsində bir hüceyrədən 2 dənə hüceyrə yarandı. Yaranan hüceyrələrdə 2N, 2C, 2D dedik hər birində. 2N, 2C, 2D deyirik. Onda uşaqlar, bax, bu dimin testində də var, testlərdə düşür. K nəyin sayıdır? Xromosomun. C nəyin sayıdır? Xromatitin. D nəyin sayıdır? DNT molekulunun. Onda biz xromosom sayını, yəni mitoz bölünmə nəticəsində, mitoz bölünmədə, xromosom sayı neyinir uşaqlar? Dəyişir, dəyişmir. Xromosom sayı dəyişdi, dəyişmədi. Baxın, mitoza daxil oldu K-lə. Bəli, mitoz nəticəsində yaranan hüceyrələrdə də K oldu. Xromosom sayı yazıram, dəyişmir. Aha. İndi gəlin xromatitə baxaq. Xromatit. Uşaqlar, xromatit burada nə qədər idi? Mitoza daxil olan hüceyrədə xromatit nə qədər idi? 4C. Bəs yaxşı, yarananların hər birində nə götürdük? 2C, 2C. Xromatit sayı 4C'dən düşdü 2C'yə. Neçə dəfə azaldı? 2 dəfə. Ay, sağ ol. 2 dəfə azalır. Həmçinin DNT sayıda nə götürəcəyik uşaqlar? DNT daxil olanda neçə idi? 4'dür. Amma yarananın hər birində nə qədər götürdük? 2'dir. Deməli, DNT sayıda neçə dəfə azaldı? 2 dəfə azalır. Aha. Qoy bircə dəqiqə uşaqlar, su götürüm, boğazım. Aydın oldu uşaqlar bu. İndi bax, gəlin burada sözlə də 9-cu sinif dərsliyinə də uyğun vermişəm. Deməli, bir dəqiqə üzrü sayın. Qoymuşqamızı işə salaq, hə. Baxın bura, profaza ilk mərhələdir. Deməli, nə dedik uşaqlar? DNT sapları spirallaşır, fikir verin, qısalır, yoğunlaşır, işıq mikroskopu ilə görünən xromosomlara çevrilir
Fikir verin, interfazada sentriol ikiləşirdi. Profazada ikiləşmiş sentriollar qütblərə çəkilir. Bax, amma burada dərslikdə şəkildə göstərilib. Görürsünüz uşaqlar, fikir verin. Bu qütblərə çəkilmiş sentriollar arasında nə əmələ gəlir? Bölünmə vətənləri əmələ gəlmir, yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi həll olur, nüvəcik itir və xromosomlar sərbəst halda stoplazmada olur. Sonra metafazada, metafazanı mən dedim sizə. İndi uşaqlar, bayaq güvəndəki şəkildə həmin canlının KN-ni biz nə qədər götürmüşdük ki? Bəs Kənan, bu canlının KN-ni nə qədərdir? Neçə dənə xromosom görürsən, ay Kənan burada? Kənan. Bu 4 dənə. 4 dənə müəllim. Bəs xromatid neçə dənə görürsən? Hər xromatid 8 dənə. Ay, sağ ol. Deməli 4C-si 8-dir. 4D-si də yenə 8-dir. Düzdürmü mənim balam? Çünki 2 dəfə çox Bəli müəllim. Əla. Bax, mən bayaq nə dedim metafazada? Görürsünüz, eyni mən dediklərim burada var. Artıq bölünmə vətənləri tam formalaşır. Bölünmə vətənləri xromosomun sentromerinə birləşir. Xromosomlar bir cərgədə fikir verirsiniz. Bir cərgədə ekvator səthi boyunca neynirlər? Düzülürlər. Və hər xromosomun sentromerinə 2 dənə, bir dənə fikir verin hər sentromerə. Bax, bu şəkil daha gözəldir. Bu sentromerə bir dənə aşağıdan, bir dənə yuxarıdan bölünmə. Bunun da sentromerinə biri aşağıdan, biri yuxarıdan. Bunun da sentromerinə birinə... Məsəl üçün, Kənan, burada neçə dənə bölünmə vətəri birləşib? 4 dənə xromosoma cəmi neçə dənə bölünmə vətəri birləşib? 3 dənə. 3 dənə niyə? Dəqiqə 4 dənə, 4 dənə. 4 dənə Kənan, bir görmədim. xromosoma neçə dənə bölünmə vətəri birləşir? Kənan, bəs göstərirəm daxı mənim balam. Bax, bu... Hə, 2 dənə. Onda 4 xromosoma neçə bölünmə vətəri birləşəcək? 8 dənə. Əla. Deməli, 8 dənə də bölünmə vətəri götürəsiniz burada. Bəli, düzdür. Həmçinin deyirik ki, metafaza dövründə xromosomlar aydın görünür. Ona görə də biz onların formalarını, ölçüsünü, sayını müəyyən edə bilirik. Sonra gəldik nəyə? Gəldik anafaza mərhələsi. Uşaqlar, anafaza mərhələsində mən dedim ki, xromatitlər, daha doğrusu bölünmə vətənləri qısalır, qütblərə doğru çəkilir və bu zaman fikir verirsiniz, xromatitlər bir-birindən neynir? Ayrılır. Hansı ki, bu xromosomun xromatitləri var idi. Bu xromatitlər bir-birindən ayrılaraq qütblərə doğru çəkilir. Və qütbə çəkilmiş hər bir xromatitə biz xromosom kimi baxacağıq. Məsələn, burada neçə dənə xromatit görürsünüz, uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, xromosom sayı da 8 olacaq. Amma bayaq xromosom sayı 4 idi. Deməli, xromosom sayı da 2 dəfə artdı. Onda olacaq 4-ün 8, 4C-si də bunun 8-dir, 4D-si də 8-ə bərabərdir. Bölünmə vətənləri yenə neçə dənədir? 8 dənədir. Çünki hər xromatitin bir bölünmə vətəri birləşib. Fikir verirsiniz burada. Çünki hər bölünmə vətəri bir xromatiti qütbə çəkib. Deməli, gəldik, onda biz anafazada nə deyirik? Deyirik ki, xromatitlər bir-birindən ayrılır, qütblərə çəkilir. Bu dövrdən xromatitlər sərbəst xromosom hesab olunur və buna görə də anafaza mərhələsində xromosom sayı 2 dəfə artıb xromatit sayına bərabər olur deyirik. Nəhayət gəldik sonuncu telofaza. Telofazada uşaqlar fikir verin, qütbə çəkilmiş bu xromatitlər əvvəlcə qütbə qatlanmış şəkildə çəkilirdi da, bu cür çəkilirdi, düzdürmü? Görürsünüz, bunların spiralları açılır, nüvə pərdəsi əmələ gəlir, nüvəcik bərpa olunur, birinci nüvə bölünür, sonra stoplazma bölünür. Və nəticədə bir stoplazma bölüləndə elə bil bunlar tam bir-birindən ayrılacaq. Bir hüceyrədən 2 hüceyrə yaranacaq. Yaranan hüceyrədə xromosom sayı 1, 2, 3, 4, xromatit də 1, 2, 3, 4, DNT-si də 1, 2, 3, 4. Biz də həmin canlının KN-ni 4 götürmüşdük. Onda 2C-si də 4-dür, 2D-si də 4-ə bərabərdir. İnsan olsa 46 deyəcəkdik. İndi elə bir canlı verilib ki, onun somatik hüceyrəsində 4. Amma güvəndə verilən şəkildə elə canlı verilmişdi ki, onun somatik hüceyrəsində 2 dənə xromosom var idi. Və yaxud da ki, drozofil milçəyini versə 8 dənə olacaq. Yəni, baxır da, indi hər canlının özünə məxsus xromosom yığımı olur. Uşaqlar, biz sizlə stoplazmanın bölünməsi, daha doğrusu telofaza mərhələsində mən dedim ki,
Əvvəlcə nüvə bölünür, karyokinez. Nüvənin bölünməsinə karyokinez deyirik. Sitoplazmanın bölünməsinə sitokinez. Telofaza da burada sonda verilib. Eyni dediyim cümlə. Qütbə çəkilmiş xromosomların spiralları açılır, nüvə pərdəsi bərpa olunur, nüvəcik yaranır, bölünmə vətənləri artıq itir və əvvəl nüvə, sonda sitoplazma bölünür. Deməli, indi ardıcıllığa diqqət yetirirsiniz. Sizə desə ki, bölünmə vətənlərinin yaranması üçün lazım olan zulallar sintez olunur, harda götürəsiniz uşaqlar? Bölünmə vətənlərinin yaranması üçün lazım olan zulal sintez olunur, harda? Biraz sürətli. Harda sintez olunurdu? Postsintetik mərhələdə, interfazanın postsintetik mərhələsində. Bölünmə vətəri əmələ gəlməyə başlayırdı özü harda? Profazada. Çünki profazada ikiləşmiş sentriollar qütblərə çəkilirdi və bölünmə vətərləri əmələ gəlməyə başlayırdı. Bölünmə vətərləri tam formalaşırdı harda? Metafazada. Bölünmə vətəri qütbə çəkilərək qısalmağa başlayırdı harda? Anafazada. Bölünmə vətərləri itir harda? Telefazada. Və biz deyəcəyik ki, telefaza mərhələsində sitokinez hadisəsi baş verir. Sitokinez nədir? Sitoplazmanın bölünməsi. Uşaqlar, bir şeyi yadınızda saxlayın. Nəyi? Biz deyirik ki, sitokinez prosesi bitkilərdə və heyvanlarda eyni cür baş vermir. Niyə? Çünki bitkilərdə xarici qılafı biz nə adlandırmışdıq uşaqlar? Hüceyrə divarı. Hüceyrə divarı bərk olurdu, möhkəm olurdu. Amma heyvanlarda xarici divarı nə adlandırmışdıq? Qilkokaliks adlandırmışdıq. Qilkokaliks isə nazik olurdu, elastik olurdu. Və ona görə biz deyirik ki, heyvanlarda xarici qılaf elastik, nazik, elastik olduğu üçün onlarda sitoplazmanın bölünməsi xaricdən daxilə doğru, belə deyək ki, sitoplazma xaricdən daxilə doğru başlayır ayrılmağa və hüceyrə ortadan sıxılaraq iki yerə bölünür. Yəni, buğumlanıb bölünmə baş verir. Yəni, orada, məsəl üçün biz deyəcəyik ki, heyvan hüceyrələrində sitoplazma bölünərkən plazmatik membranın altında uşaqlar biz bilirdik ki, qilkokaliks idi, xarici membran. Qilkokaliksin altında nə var idi? Plazmatik membran. Plazmatik membranın da altında sitoplazma olur da bilirik. Deməli, bunlarda heyvan hüceyrələrində sitoplazma xaricdən daxilə doğru hüceyrə ortadan sıxılaraq ikiyə bölünürdü sitoplazmanın bölünməsində. Və burada plazmatik membranın altında aktin və miozin tərkibli saplar əmələ gəlirdi. Həmin saplar qısalırdı və sapın qısalması nəticəsində hüceyrə bölünürdü. Amma bitki hüceyrəsində xarici qılaf hüceyrə divarıdır. Və hüceyrə divarı olduğu üçün onlar xaricdən daxilə doğru buğumlanıb bölünə bilmirlər. Onlarda bölünmə tərsinə, elə bil ki, ortadan, mərkəzdən xaricə doğru gedir. Deməli, heyvan hüceyrəsində fikir verir, xaricdən daxilə doğru gəldi. Amma bitki hüceyrəsində tərsinə gedir. Elə bil, daxildən xaricə doğru gedir. Yəni, onlarda nə baş verir? Məsələn, bu iki dənə nüvə arasında bir mərkəzi sahə yaranır. Sonda həmin Golgi kompleksindən xüsusi maddələr daxil olur ki, həmin maddələr hesabına bölünmə, bax bu iki dənə nüvə arasında olan mərkəzi nüvələr arasında olan mərkəzi sahədə bir bölünmə lövhəsi yaranır və bölünmə baş verir deyirik. Yəni bölünmə mərkəzdən başlayır, qılafa doğru gedir deyirik. Və bir şey də yadınızda saxlayın ki, bəzi insan hüceyrələri, məsələn, bizim çox nüvəli hüceyrələrimiz var, uşaqlar. Qaraciyərdir, sümük iliyidir, ennazolaqlı əzələdir. Onlar niyə çox nüvəlidir? Ona görə onlar çox nüvəlidir ki, telofaza mərhələsində onlarda sitoplazma bölünmür. Ancaq nüvə bölünür. Yəni, karyokinez gedir, sitokinez getmir. Ona görə də biz deyirik ki, onlarda nüvənin sayı çox olur. Qaraciyər, sümük iliyi, ennazolaqlı əzələ. Bunlar niyə çox nüvəlidir? Çünki bunlar təbii ki, somatik hüceyrədir. Somatik hüceyrədə mitoz bölünmə gedir və mitozun telofaza mərhələsində bu hüceyrələrdə sitoplazmanın bölünməsi baş vermir. Bunlarda ancaq nə bölünür uşaqlar? Bunlarda ancaq nüvə bölünür. Ona görə də onlarda nüvənin sayı çox olur deyəcəyik. Aydın oldu uşaqlar bu hissə. Mitoz bölünmə ilə bağlı kiməsə qaranlıq qalan nəsə yoxdur ki?
Elm. Uşaqlar, mən indi meyozu keçməyəcəm. Onun yerinə homoloji xromosom cütü və xromosom müxtəlifliyini sizə izah edəcəm. Niyə? Çünki çoxalma ontogenezdə bununla bağlı çoxlu suallar düşür. Həm homoqamet canlıda, həm heteroqamet canlıda homoloji xromosom cütünü sizə nə edəcəm? Homoloji xromosom cütü və xromosom müxtəlifliyini izah edəcəm. Bunu da çalışacağam özüm rəngli qələmlərlə, rəngli şəkildə izah edib. Sonra digərinə də baxarıq. Ümumiyyətcə uşaqlar, yadınızda saxlayın. Biz deyirik ki, hər bir canlının somatik hüceyrəsində xromosomu nə ilə işarə edirik? 2N-lə. Məsələn, bu 2N olanda bunun ikisini cinsiyyət xromosomu götürəsiniz. İkisi nə sayılır uşaqlar? Cinsiyyət xromosomu. Xromosomu. Yerdə qalan digər 2N-2-si atosom xromosom. Atosom xromosom. Aha. Və yaxud da N olarsa. N-in əmsalı neçədir? 1. Deməli, bunun biri cinsiyyət xromosomudur. Yerdə qalan N çıxılsın biri nədir uşaqlar? Atosom xromosom. Və yaxud da ki, tutaq 3N-dir. N-in əmsalı neçədir burada? 3. Deməli, bunun 3-ünü nə götürəsiniz? Cinsiyyət xromosomu. Yerdə qalan 3N-3-ü atosom xromosom. Və yaxud tutaq ki, 4N-dir. N-in əmsalı neçədir? 4. Deməli, bunun 4-ü cinsiyyət xromosomudur. Yerdə qalan 4N-4-ü atosom xromosomdur. Və yadınızda saxlayın uşaqlar. Əgər cinsiyyət xromosomu, baxın, cinsiyyət xromosomu. Cinsiyyət xromosomu XX-də ola bilər. Cinsiyyət xromosomu XY-də ola bilər. Cinsiyyət xromosomu XX olan canlılara deyəcəyik homoqamet canlı. Nə deyirik uşaqlar? Homoqamet. Çünki XX ikisi də eynidir. Cinsiyyət xromosomu XY olan canlılara nə deyəcəyik? Heteroqamet. Gəlin bunu səlqəli digər lövhədən yazın. Deməli, necə dedik uşaqlar? Ortadan yazıram. Cinsiyyət xromosomu. Dedik ki, cinsiyyət xromosomu nə cür yazıla bilər? XX-də ola bilər və ya XY-də ola bilər. Cinsiyyət xromosomu XX olan canlılara nə deyəsiniz uşaqlar? Homoqamet. XY olanlara nə deyəcəyik uşaqlar? Hetero. Heteroqamet. Hetero müxtəlifdir da, yəni bir X-i var, bir Y-i var. Heteroqamet. İndi gələk. Uşaqlar, baxın insanda 2N-imiz neçədir uşaqlar? 2N-imiz neçədir bizim? 2N bərabərdir neçəyə? 46-ya. Bunun 44-ü nədir? 44-ü atosomdur. Atosom. Düzdürmü? İkisi nədir? İkisi cinsiyyət xromosomu. Cinsiyyət xromosomu. Məsələn, mən qadını yazıramsa 44 atosom, üstə gələk XX. Cəmi neçə elədir? 46. Kişini yazanda necə yazırıq uşaqlar? 44, üstə gələk nə? XY. Görsünüz? Atosom nədir? Atosom kişidə və qadında və ya erkəkdə və dişidə bir-birindən fərqlənməyən xromosom. Deməli, kişi və qadın və ya erkək və ya dişi fərd bir-birindən hansı xromosomlarına görə fərqlənirlər? Cinsiyyət xromosomlarına görə. Atosom nə oldu uşaqlar? Atosom xromosomun tərifini necə dedik uşaqlar? Deyin görüm. Kişidə və qadında və ya belə də deyə bilərik ki, erkək və dişi fərddə bir-birindən fərqlənməyən xromosoma nə deyirik? Atosom xromosom deyirik. Deməli, erkək və ya dişi fərd Kənan bir-birindən hansı xromosomuna görə fərqləndi mənim balam? Atosom yoxsa cinsiyyət? Bir-birindən cinsiyyət. Ay, sağ ol. Çünki atosomun tərifini deyəndə deyirik ki, atosom erkəkdə və dişidə bir-birindən nədir mənim balam? Erkəkdə və dişidə bir-birindən fərqlənməyən xromosomlardır.
Amma cinsiyyət xromosomları erkəkdə və dişidə bir-birindən nədir? Fərqlənən xromosomlardır. Bəli, bizdə qadında XX-dir cinsiyyət, kişidə XY-dir. Görürsünüz, qadın və kişi cinsiyyət xromosomuna görə bir-birindən neynədir? Fərqləndi. İndi bayaq mən sizə demişdim. XX olana nə deyirik uşaqlar? XX olana nə deyirik? Homo yoxsa hetero? Homo. Homoqamit. Homo. Homo. Deməli bizdə qadın nədir? Bizdə qadın nədir? Homoqamitdir. Amma kişi nədir bizdə? Kişi nədir uşaqlar? Heteroqamit. Program. Deməli bizdə qadın homoqamitdir, kişi nədir uşaqlar? Heteroqamitdir. İndi gəlin nəyə diqqət yetirək? Məsələn, indi sizə elə bir canlı vermişəm ki, həmin canlının KN bərabərdir 8. Yəni 8 dənə xromosomu var. Bu 8-in neçəsi atasom olacaq uşaqlar? 6-sı atasomdur, düzdürmü? Tutaq atasomun ikisi bu cürdür. İkisi bu cürdür. Sonra ikisini belə vermişəm. Aha. Və tutaq homoqamit canlıdır. Cinsiyyət bunlar atasomdur. Bax bunlar bu dairəyə aldıq. Bunlar atasomdur. Çünki KN 8 olanda bunun ikisi cinsiyyət, yerdə qalan 6-sı atasomdur. Cinsiyyət xromosomunu da bu cür verim də. Tutaq ki, bax belə verim. Aha. Uşaqlar, burada cinsiyyət xromosomunun ikisini də neynədim? Eyni işarələdim. Deməli, onda bu nədir? XX-dir. Görürsünüz, eynidir. Düzdürmü uşaqlar? Bu oldu homoqamit canlı. İndi keçirəm. Həmin canlının tutaq ki, hər bir canlı homoqamit də ola bilər, heteroqamit də ola bilər. İndi düzdür, bizdə qadın homodur, kişi heterodur. Amma elə canlılar var, məsələn, quşlardır, sürünənlərdir. Onlarda bizim tərsimiz olur uşaqlar. Elə bil onlarda erkəklər homo olur, erkək XX olur, dişi XY olur. Gələk yenə bax, atasom mən nə demişdim? Erkəkdə və dişidə bir-birindən fərqlənməyən. Bax yenə atasom 2 dənə belə, sonra 2 dənə belə atasom. Sonra 2 dənə belə götürəcəm. Amma bunun cinsiyyət xromosomunu birini belə götürəcəm. Birini də bu cür götürəcəm. Tutaq bu X-dir, bu da nədir uşaqlar? Y-dir. Bu necə canlıdır uşaqlar? Bu necədir? Bura XX yazmışamsa bu necə canlıdır? Homoqamit. Bu necədir uşaqlar? Heteroqamit. İndi gəlin nəyə diqqət yetirək? Hamı diqqətlə mənə qulaq assın. İstəyirəm ki, özünüz başa düşüb özünüz qaydanı çıxardasınız. Uşaqlar, burada neçə dənə homoloji xromosom cütü görürsünüz? Məsələn, fərz eləyin ki, bunun hərəsi bir ayaqqabıdır. Neçə cüt ayaqqabı görürsünüz? Kənan, burada neçə cüt görürsən mənim balam? 3 cüt müəllim. 3 cüt niyə ay Kənan? Bax, bu ikisini bir cüt kimi baxa bilərikmi mənim balam? Bu ikisi bir cütdür, düzdürmü? Bu ikisi bir cütdür, oldu 2 cüt. Bu ikisi bir cütdür, oldu 3 cüt. Bu ikisinə də bir cüt kimi baxa bilərəm da, ikisi də eynidir. Deməli, Elə bil oxumadım mən. ay sağ ol, oxşarları bir cüt götürürəm da. İndi baxın bura uşaqlar. Homoqamit canlıda. Məsələn, bu canlıda, bu canlının KN 8-dirsə uşaqlar, ilk öncə onu mənə deyin görüm. Eni nə qədər olacaq bunun? Eni nə qədər olacaq? 4. Əla. Həmin bu homoqamit canlıda, bir dəqiqə, homoqamit canlıda, homoloji, xromosom cütünün sayı. Neçə dənə burada homoloji xromosom cüt gördünüz uşaqlar? 4 dənə. 4. 4-ü də biz nə ilə işarə eləmişik? N-lə. N-lə. Bərabərdir nəyə? N-ə. Deməli, buradan belə nəticəyə gəlirik ki, homoqamit canlıda homoloji xromosom cütünün sayı həmin canlının haploid xromosom sayına nədir? Bərabərdir. Məsələn, tutaq gəlin indi insanın üzərində. Bizdə qadın homoqamit idi, düzdürmü? 46 dənə xromosomumuz var, düzdürmü bizim? Neçə dənə homoloji cütümüz var onda?
Homoloji 23. cütümüz 23. Ay sağ ol. Homoloji cütümüzün sayı 23'tür. 23 cüt yox ha. Homoloji xromosom cütünün sayı 23'tür. Deməli buradan qayda yazırıq ki, homoqamet canlılarda homoloji xromosom cütünün sayı n-ə. N də nədir uşaqlar? N nədir? Həmin canlının haploid xromosom sayı. K diploiddir, N haploiddir. İndi gəlin bura baxaq. Bura baxaq. Kənan mikrofonu aç və mənlə bərabər işlə mənim balam. Kənan de görüm burada neçə dənə homoloji xromosom cütü görürsən? Ay Kənan. Kənan çıxdı uşaqlar. Uşaqlar səsim gəlir. Xeyr, müəllim çıxmayıb. Çıxıb Kənan. Xeyr, müəllim. Kənan hardasan? Ay bala mikrofonu aç Kənan. Dərsdə yoxsan? Başa düşmədim. Bu da təzə moddur. Uşaqlar dərsdə mikrofonu bağlayıb. Kənan mikrofonu aç mənim balam. Uşaqlar belə şey eləməyin. Dərs vaxtı dərsdə olun. Kənan indi çıxdı deyəsən, hə? Bəli, müəllim. Bəli, müəllim. Qoy bir dəqiqə yazım görüm hara getdi o. Bəlkə internetlərində problem oldu. Kənan hara çıxdın mənim balam? Bir xət getdi. Yəqin ki, çox güman ya internetdə, ya da telefonda nəsə problem oldu. Salam, Kənan dərsdən çıxdı. Baxın görün niyə çıxdı o. Mamasına da bir xət getdi. Çox güman ki, onların internetində problem yarandı uşaqlar. Yaxşı, hər nə. Gəlin biz davam edək. Məryəm. İndi sən mənə cavab ver görün mənim balam. Məryəm, buradasan da? Bəli, müəllim. Hardaydı bizdə bu? Aha. Məryəm, burada neçə dənə homoloji xromosom cütü görürsən ağıllı balam? Bax bu tərəfdə homoloji. Harda müəllim? Bax burada. Bu tərəfdə də buranı dedik. Burada 4 dənə homoloji xromosom cütü gördük. Bu 1 cüt, bu 2 cüt, bu 3 cüt, bu 4 cüt. Burada neçə dənə homoloji xromosom cütü görürsən Məryəm? Müəllim. 3 dənə müəllim. Ay sağ ol, 3 dənə deyən düz dedi. Uşaqlar bu 1 homoloji cüt. Bu 2 homoloji cüt. Bu 3 homoloji cüt. Amma mən buna homoloji cüt baxa bilərəmmi homoloji? Bir aşağı yox. Bəli, bir aşağı. Yox. Homoloji nə deməkdir? Homoloji quruluşu eyni, ölçüsü eyni, forması eyni. Deməli burada homoloji xromosom cütünün sayı 3. Onda deyə bilərikmi, məsələn, biz 4-dən 3-ü necə ala bilərik? Bir çıxmaqla, yəni həmin canlının haploid xromosomu 3 4-dən var. Bəli. Deməli, heterogamet canlıda homoloji xromosom cütünün sayı bərabər olacaq nəyə? N çıxılsın 1. Yəni, həmin canlının haploid xromosom sayından bir vahid az. Məryəm, məsələn, bizdə kişilərdə 46 xromosom var, düzdürmü? K-ni 46-dır. Bəli. Bu kişilərin N-i nə qədərdir? 23-dür, düzdürmü? 23. İndi onlarda homoloji xromosom cütünün sayı nə qədər olacaq onda kişilərdə? Elcan, mənə su gətir də. 22 müəllim. Ay, sağ ol. 22 müəllim. Çünki biz dedik ki, heterogamet canlılarda, ya quruşqam apar, homoloji xromosom cütünün Bir dənəsini çıxacaq da müəllim. Ay, sağ ol. Haploid saydan birini çıxırıq. Tamamilə doğrudur. Haploid saydan bir vahid az götürürük. İndi nəyə diqqət yetirək uşaqlar? Yəqin ki, bu tam aydın oldu. Aydındır bu.
Homoqamet canlılarda, indi mən niyə ümumi homoqamet canlı deyirəm? Çünki elə canlı var ki, onlarda erkək homodur, dişi heterodur. Eləsi də var, onlarda dişi homodur, dişi heterodur, erkək homodur. Ümumi qayda olaraq, ümumi qayda olaraq yadda saxlayırıq ki, homoqamet canlılarda homoloji xromosom cütünün sayı haploid saydan bir vahid az, heteroqamet canlılarda isə, daha doğrusu homoqamet canlılarda haploid saya bərabər, heteroqamet canlılarda haploid saydan bir vahid nədir? Azdır. Gələk indi nəyə? Gələk, məsələn, sizə elə bir canlı verilib ki, həmin canlının K-ni 48-dir. İndi siz mənə deyin görüm, həmin bu canlının homoqamet formasında homoloji xromosom cütünü nə qədər götürəsiz? Heteroqamet formasında homoloji xromosom cütünü nə qədər götürəsiz? Amma da Homoqamətdə 24, heteroda da 20. En 24, bəli, 24-ə bərabər olacaq. Burada isə en çıxılsın 1, yəni 24-dən 1 çıxacaq, 23 olacaq homoloji xromosom cütünün sayı. Tamamilə doğrudur, əla. Bunu başa düşdünüz, bu əla. İndi keçirək nəyə, uşaqlar? Xromosom müxtəlifliyinə baxırıq. Yenə bayaq çəkdiyimi çəkirəm bura. Məsələn, tutaq bu bir homoloji cüt, bu 2 homoloji cüt, bu 3, sonra bir dənə çəkmişdim sizə belə. Bu XX idi, homoqamet canlıydı. Yenə çəkirəm, atasom xromosom erkəkdə və dişidə hetero və homoqamet canlıda atasom xromosom eyni olur, dəyişmir. Hetero və homoqamet canlı və ya erkək və ya dişi fərd bir-birindən cinsiyyət xromosomuna görə. Zaten biz nəyə əsasən hetero-homo dedik? Cinsiyyət xromosomuna görə hetero-homo deyirik. Və erkək dişi homo-heteroqamet canlı bir-birindən cinsiyyət xromosomuna görə fərqlənir. Aha, bunu da çəkdik aşağı. Bu da XY. Uşaqlar, indi xromosom müxtəlifliyinə, bayaq homoloji xromosom cütünə baxdıq. İndi nəyə baxaq? Xromosom müxtəlifliyi. Bir tərəfə yazıram heteroqamet canlı, xromosom müxtəlifliyi somatik hüceyrə yazıram. Burada somatik hüceyrə yazıram. Gəlin birinci somatik hüceyrədə, yəni bədən hüceyrəsində xromosom müxtəlifliyinə baxaq. Uşaqlar, indi hər homoloji cüt özü bir müxtəliflikdir. Görürsünüz, bununla bu bir müxtəlif, bu ikisi bir müxtəliflikdir, bu da bir başqa müxtəliflikdir. Burada neçə dənə müxtəliflik görürsünüz, uşaqlar? Lap gəlin bunu da ayrı rənglə işarəliyim, rahat seçəsiz deyə. Bax, bunu da belə işarəliyim. Cinsiyyət xromosomunu da, qoy bir dəqiqə bu qırmızını silin buradan. Bircə dəqiqə uşaqlar, tam rahat aydın olsun deyə da sizə. Tutaq ki, cinsiyyət xromosomlarını da bununla işarələdim, bu rənglə işarələdim. Əla. Bu X, bu da Y. Əla. Uşaqlar, burada neçə dənə müxtəliflik? Yəni, gördüyünüz hər bir rəng bir müxtəliflikdir və yaxud hər bir homoloji cüt bir müxtəliflikdir. Bəli, burada siz neçə dənə müxtəliflik gördünüz? 4 dənə müxtəliflik gördünüz, düzdürmü? 4 dənə müxtəliflik görürsünüz. Və bu canlının yenə K-ni 8-dirsə, E-ni nə idi? 4 idi. Deməli, bura yazıram homoqamet. Bura nə yazıram uşaqlar? Heteroqamet. Və burada nə görürük? Homoqamet canlıda xromosom müxtəlifliyi deyə bilərikmi ki, onda N-ə bərabərdir. Bərabərdir nəyə? N-ə. Düzdür uşaqlar? Çünki burada 4 dənə müxtəliflik. Həmin canlının da haploid xromosom sayı nədir? 4-dür. Deməli, buradan belə nəticəyə gəlirik ki, homoqamet canlının somatik hüceyrəsində ümumi xromosom müxtəlifliyi nəyə bərabərdir uşaqlar? N-ə bərabərdir. İndi siz mənə deyin görüm. Bu 4 dənə müxtəlifliyin neçəsi cinsiyyət xromosom müxtəlifliyi, neçəsi atasom xromosom müxtəlifliyi oldu? Biri cinsiyyət qalanları. Biri cinsiyyətdir. Deməli, bunun biri nə götürürük biz? Cinsiyyət xromosom müxtəlifliyi, cinsiyyət xromosom müxtəlifliyi.
Yerdə qalan, yəni bir dənə cinsiyyəti çıxanda N çıxılsın, biri də nə götürəcəyik uşaqlar? Autosom xromosom müxtəlifliyi. Digərinə nə yazırıq? Autosom xromosom müxtəlifliyi. Gəlin indi heteroqamet canlıya baxaq uşaqlar. Yenə deyirəm, hər homoloji cütə bir müxtəliflik kimi baxacağıq. Bu bir müxtəliflik, bu iki müxtəliflik, bu üç müxtəliflik. Düzdürmü? İndi bununla buna eyni bir müxtəliflik yox, ayrı-ayrı müxtəliflikdir. Bəli, burada neçə dənə müxtəliflik gördünüz onda uşaqlar? 4 yoxsa 5? 5. 5 dənə müxtəliflik. Deməli, bu canlının 2N-i 8-dirsə, N-i 4-dür. Biz də nə aldıq? 5 aldıq. Yəni, N-dən bir vahid çox. Deməli, onda biz burada N yoxsa N plus 1? N4 uşağı. M4-dür uşaqlar. Biz burada 5 dənə müxtəliflik aldıq. Bax, bu bir müxtəliflik. 2, 3. Bu ayrı müxtəliflikdir. Bu da ayrı müxtəliflikdir. M plus 1. İndi burada neçə dənə cinsiyyət xromosom müxtəlifliyi görürsünüz uşaqlar? Bu M plus 1-in neçəsi cinsiyyət xromosom müxtəlifliyidir? İkisi. Bir bu, bir bu. Cinsiyyət xromosom müxtəliflikləri hansılardır? Bax, bundan bu cinsiyyət xromosom müxtəlifliyidir. Bəli. Bunun ikisi cinsiyyət nə götürürük? Xromosom müxtəlifliyi. Uşaqlar, yenə autosom xromosom müxtəlifliyi neçə dənədir? Autosom xromosom müxtəlifliyinə baxın neçə dənədir? Biz hansıları autosom götürürük? Neçə dənədir autosom? 3 dənədir da. Bax, bu 1, bu 2, bu 3. 3 də nədir? Haploid saydan bir vahid az. Olsun bir qədər də autosom, axımı yazıram. Autosom xromosom müxtəlifliyi. Deməli, homoqamet canlının somatik hüceyrəsindən, hələ ki söhbət bədən hüceyrəsindən gedir. Somatik hüceyrəsində xromosom müxtəlifliyi nəyə bərabərdir? N-ə bərabərdir. Bu N-in biri, bax bu ikisi mənə bir müxtəliflik verir də, eyni müxtəliflikdir. Biri cinsiyyət xromosom müxtəlifliyi, N çıxılsın, biri autosomdur. Heteroqamet canlının somatik hüceyrəsində isə xromosom müxtəlifliyi N plus 1. Amma homoloji xromosom cütünü nə qədər götürmüşdük uşaqlar? Homoloji xromosom cütünü N-1 götürmüşdük. Çünki 3 dənə homoloji xromosom cütü var idi da, onlarda bunlar homoloji xromosom cütü sayılmırdı. Homoloji oydu ki, eyni quruluşda, eyni ölçüdə olmalıydı. Amma bunun biri yuxarı, biri aşağıdır. Eyni quruluş, eyni ölçüdə deyil. Amma bəli, bunlar homoloji cütüydü. Deməli, heteroqamet canlıda homoloji xromosom cütünün sayı, bax, burada yazmışıq. Haploid saydan bir vahid az, amma xromosom müxtəlifliyi haploid saydan bir vahid çoxdur. Və bunun da ikisi cinsiyyət xromosom müxtəlifliyi, yenə N çıxılsın, biri autosom. Fikir verirsiniz, autosom xromosom müxtəlifliyi, autosom zaten erkəkdə və dişidə bir-birindən fərqlənmirdi. Ona görə istər homo olsun, istər hetero olsun, autosom xromosom müxtəlifliyi yeganə bir dənə düsturu var. O da N çıxılsın, bir düsturundan hesablanır. İndi uşaqlar, bir dənə somatik hüceyrədə baxdıq. 5-cə dəqiqə sizi əlavə saxlayacağım. Bu cinsiyyət hüceyrəsində də xromosom müxtəlifliyinə baxırıq. Bununla da sağollaşırıq. İndi gələk cinsiyyət hüceyrəsində xromosom müxtəlifliyinə baxaq. Baxın uşaqlar, somatik hüceyrədə 2 dənə belə xromosom var. 2 dənə bundan var idi. 2 dənə bundan var idi, düzdürmü? Bir də cinsiyyət xromosomu, homoqameti idisə XX belə idi. Keçirdim digər. Heteroqametdə yenə 2 dənə belə, 2 dənə belə, 2 dənə belə bundan və cinsiyyət xromosomu da birini belə çəkirdim, birini də belə. Buna X yazırdım, buna Y. Bu somatik hüceyrəmiz. Biz bilirik ki, qametdə xromosom sayı uşaqlar, yəni cinsiyyət hüceyrəsindəki xromosom sayı yadınızda saxlayın. Somatik hüceyrədəki xromosom sayından 2 dəfə azdır. Çünki mən ən başda sizə dedim. Somatik hüceyrəni nə ilə götürürdük? 2N-lə. Cinsiyyət hüceyrəsini nə ilə götürürdük? N-lə. Yəni, cinsiyyət hüceyrəsində xromosom sayı somatik hüceyrədəki xromosom sayından 2 dəfə azdır. Məsələn, bizim somatik hüceyrəmizdə 46 xromosom var. Amma bizim
qametimizdə, məsələn, qadınların yumurta hüceyrəsində 23 xromosom var, kişilərin spermatozoid hüceyrəsində 23 xromosom var. Yəni, qametdəki xromosom sayı bədənimizdəki xromosom sayından 2 dəfə azdır. Niyə? Çünki bizim qametimizə bədənimizdə olan hər xromosomdan biri düşür. Məsələn, bundan biri düşür, bundan biri düşəcək, bundan biri düşür. Bu cinsiyyət xromosomundan da biri düşür. Aha, görürsünüz uşaqlar, bu somatik hüceyrədir, somatik hüceyrə. Bu isə nədir? Cinsiyyət hüceyrəsi. Məsələn, tutaq yumurta hüceyrə. Burada da yenə bunun cinsiyyət hüceyrəsinə bundan biri düşəcək, qırmızıdan biri düşəcək. Yəni, hər homoloji cütdən, hər xromosomdan, xromosom cütündən biri düşür. Bir dənə bundan düşəcək. İndi burada bir şey var. Heterogamet canlıdırsa, bunun ikisi də düşə bilməz. Ya bu düşəcək, belə olacaq. Və ya, tutaq ki, yenə bir dənə və ya sözünü yazıram bura. Tutaq bir dənə bundan düşdü, bir dənə bundan düşdü, bir dənə bundan düşdü və yaxud da ki, bir dənə bu düşdü. Burada cinsiyyət xromosomu bu X-i belə yazmışdım və ya Y düşdü. Yəni, ya X düşür, ya Y düşür. Burada isə bir dənə X düşür. Məsələn, somatik hüceyrədə 2 dənə cinsiyyət xromosomu varsa, amma cinsiyyət hüceyrəsində, yəni yumurta hüceyrədə bir dənə cinsiyyət xromosomu var. Burada somatik hüceyrədə 2 dənə cinsiyyət xromosomu var. Cinsiyyət hüceyrəsində 1. Ya X-dır, ya da Y-dir. Uşaqlar, indi burada da nəyə baxırdıq? Xromosom nəyinə baxırdıq uşaqlar? Xromosom nəyinə baxırdıq? Müxtəlifliyinə. Gəlin, indi xromosom müxtəlifliyinə. Burada da baxaq, bununla da bitirək. Xromosom nəyi? Xromosom müxtəlifliyi. Uşaqlar, burada neçə dənə müxtəliflik görürsünüz? 1, 2, 3, 4. 4 də nəyə bərabər idi? Bax, buradan da yazıram. Homo, sayına. hetero. Bəli, bu canlının 2-ni 8-dir, 2-ni 8-dir, eni nə qədərdir? 4-dür. Elə haploid saya. Deməli, homogamet canlılarda xromosom müxtəlifliyi enə bərabərdir. En də nədir uşaqlar? Enin mənası nə idi? Həmin canlının haploid xromosom sayı. Məsələn, insan olsa, insanın eni 23-dür, 23 götürərdik. Uşaqlar, bu enin neçəsi cinsiyyət xromosomudur? Biri. Biri cinsiyyət xromosom müxtəlifliyidir. Fikir verin, 3-ü də atosomdur. İndi biz 4-dən 3-ünü necə ala bilərik? Bir çıxmaqla. Yenə en çıxılsın biri atosom. Bayaq dedim ki, yadda saxlayın, atosom xromosom müxtəlifliyinin yeganə bir dənə hesablanma düsturu var. O da en çıxılsın 1. İndi heterogamet canlı. Burada baxıram, neçə dənə müxtəliflik görürsünüz? 1, 2, 3, 4. Tutaq bu düşüb. Qametə bu da düşə bilər. Yəni, kişinin spermatozoidi bunu da daşıya bilər. Və ya bu da düşə bilər. Bu da düşsə yenə 1, 2, 3, 4 dənə müxtəliflik. Yəni, müxtəliflik burada da nəyə bərabərdir? Enə bərabərdir. Çünki biz eni 4 ilə işarə eləmişik. Yenə bunun, məsəl üçün, bu qameti götürürəmsə, cəmi bir dənə cinsiyyət xromosomu var. Biri cinsiyyət xromosom müxtəlifliyidir. Yerdə qalan en çıxılsın biri atosom xromosom müxtəlifliyidir. Vsyo. Bu qaydaları əzbərləyirsiniz. Aydın oldu uşaqlar. Fikir verin, heterogamet canlının somatik hüceyrəsində burada əsas dəyişən heterogamet canlıdır. Heterogamet canlının somatik hüceyrəsində N+1 qədər xromosom müxtəlifliyi götürdük. Bu somatik hüceyrəsində. Amma cinsiyyət hüceyrəsində N dənə xromosom müxtəlifliyi götürdük. Homoloji xromosom cütünü də N çıxılsın bir qədər də homoloji xromosom cütü götürdük. Vsyo. Bu 3 qaydanı unutmursunuz. Amma homogamet canlıda homoloji xromosom cütü də N-ə bərabərdir ümumi olaraq. Somatik hüceyrəsindəki xromosom müxtəlifliyi də N-dir. Cinsiyyət xromosomundakı xromosom müxtəlifliyi də nədir? N-dir. Amma heterogamet canlıda fərqli-fərqli olur. Tamam uşaqlar. Aydın oldu. Dərsə bir dəfə də təkrar qulaq asarsınız. Onsuz da biz bunu məsələlərlə falan o qədər işləyəcəyik ki, narahat olmayın. Tam oturacaq beyninizə. Kənan gəldi, mənim balam dərsə. Kənan yazdı, internet yoxdur, deymişəm.
Gəldi. Gəlmişəm. Dərsin itirdiyin hissəsinə mütləq qulaq as. Adını çəkdim, gördüm yox idi. Kənan, qaranlıq qalan nəsə olmadı ki, mənim balam. Gördünüz, karanlıq qalan şəkillə çəkdim ki, bu cütün müxtəlifliyi, bax, məsəl üçün uşaqlar, 38 razmer ayaqqabı ilə 39 razmer ayaqqabı Kənan homoloji cüt sayıla bilərmi? O ayaqqabıya biz cüt deyirikmi? Yox. Bax, Xeyr, müəllim. bazardan ayaqqabı alırsansa, eyni razmer olur da, 38 olanda cüt kimi sayırsan, düzdür? Və yaxud da ki, bir qırmızı corabla bir qara corabı ayağına geyinsən, geyindiyin corab cüt sayılır? Yox. Düzdür, Xeyr. mənim balam? Yəni, bax, Bəli. diqqət yetiririk. Homoloji cüt nə deməkdir? Quruluşu eynidir, forması eynidir, ölçüsü eynidir. Nəsə sizi çox yormayın uşaqlar. Dayandırıram burada.